dünyada belə ölkə yoxdur ki, tam özünü təmin eləsin. Heç Amerika özü də tam təmin eləmir. Bəli, o mən dediyim səbətin bəlkə də bir 70-80%, 90%-dən biz 90 da olmaz, az olar. Biz mənim fikrimcə hardasa bir 80%-ə qədər kənd təsərrüfatı və qida məhsulları ilə 80%-ə qədər özümüzü təmin eləyə bilərik. Amma burada bundan başqa edə bilərik. Amma hal-hazırda etmirik. Hal-hazırda inanmıram ki, yarısından biraz çoxdur. Cənab prezident dedi. Rəqəmləri də dedi, kimə maraqlıdır, açsınlar, baxsınlar. Bir var ki, mən deyim, bir də var, açıb özləri görəcəklər ki, cənab prezident onu rəqəm hamısını bir deyir. Burada başqa bir problem var. Kənd təsərrüfatına lazım olan preparatlar, gübrələr, sonra o kənd təsərrüfatının özünün müdafiəsi üçün, yəni o şeylər problemli. Bilirsiniz, dünya indi açıqdır deyənə Azərbaycanda elə xəstəliklər var. Amerika kəpənəyi var. Siz bilirsiniz də, Bakıda nə qədər ağaclar quruyur. Hal-hazırda bəli, Gəncədə quruyubdur. Böyük fəlakətdir, bütün dünyada fəlakətdir. Onlar elə bir, o Amerika kəpənəyi deyirlər ona. Ağ kəpənəkdir, ağ kəpənək. Ona oxşardır. O ağacı içindən yiyir. Özdə onu tam qırmaq üçün. Bəs insanlar görmürlər son vaxtlar bağlarda, insanların öz bağlarında falan da nə boydana fəlakətlər olur. Yəni fəlakət deyəndə nəyə nəzərdə tutursunuz? Bəli. Fəlakət deyəndə nəyə nəzərdə? Fəlakət ondan ki, təsəvvür eləyin ki, Gəncədə, səhv o vaxtı Gəncənin deputatı çıxış elədi. Bildiyimə görə 70%, 80% orada olan ağaclar parklarda qurumuşdu. Çox bunu axtarırlar kökü. Bunda da belə xəstəliklər var. Bunlar hamısı nə ilə gəlir? Biz birinci ölkə kimi çalışırıq ki, çoxlu xaricdən ağaclar gətirək, bərbəzək olsun, nə bilim, nələr əkildi. Hacıbala müəllimin vaxtında elə qəribə ağaclar əkilib. Baobablar. Bəli. Hansı ki 3 ay qalırdı, sonra gecə ilə quruyurdu, gecə ilə çıxardırdılar, təzəsini əkirdilər ki, hiss olunmaz. Ağacın da bir 5 min, 10 min, 15 min dolara. Həmin ağacların adaptasiya prosesi var ki, iqlimə uyğunlaşma məsələsi. Eləsi var, illərlə, 10 illərlə adaptasiya olunur və ya ki, seleksiya deyirlər buna. Seleksiyanın nəticəsində çıxarılır. Biz qışda xüsusi onların mühafizə olunduğunu görürdük, qorunduğunu görürdük. Hal-hazırda da əslində. İndi onlarla da bir yerdə bura fitosanitariyaya nə qədər də baxsa, onu yoxlayıb saxlaya bilmirlər. Yeni burada olmayan xəstəliklər gəlir. Həmən bu xəstəliklər də biri mən sizə dedim. Yəni əslində biraz mövzudan kənarda, amma yaxşı olmazdımı ki, yəni Azərbaycan, xüsusilə Bakıda həmişəyaşıl ağaclar var və ənənəvi ağaclarımız var. Yəni onların əkilməsi və daha çox artırılması. Mən də onun tərəfdarıyam. Bizim mən indi botanik deyiləm, ona görə. Təbii ki, amma bilirsiniz, biz həmişə ümumiyyətlə bir ara bu dillərə düşmüşdük. Analogu olmayan, dünyada buna bənzər olmayan bu sözlər, təriflər, bunun çoxu həqiqətdir. Onu da deyim sizə. Çoxu həqiqətdir. Amma biz ki onu başladıq, bax, bu məsələdə tətbiq eləməyə. Misal üçün, biz bunu səhiyyədə tətbiq eləyirik. Doğrulmadı amma. Doğrulmadı nəyə görə? Bilirsiniz, elə ağac, mən özümdə onun belə deyirəm, xoşuma gəlir. O ağaclar, güllər, dünyanın 60 ölkəsindən mən də özümlə gələndə almışam, gətirmişəm. İndi uşaqlarım xaricdən gəlir, onlar gətirir. Güllər anlaşılanda, amma ağacların... Yox, ağaclar da xüsusi qablarda gətirirlər, xüsusi şeylə qablaşdırırlar. Söhbət ondan gedir ki, ona gərək nəfəsinlə onu qızdırasan. O da mümkün deyil. Bizdə, misal üçün, kaktuslar var, hansı ki, Azərbaycan, Abşeron iqliminə tam yararlıdır. Amma kaktuslar, bununla sən nə də eləsən, bu burada bitməyəcək. Ona görə mən də sizinlə razıyam. Əksəriyyəti gərək elə ağaclar olmalıdır, hansı ki, buna dözəcək. Və büdcədən mən sizə deyim ki, milyonlarla pul gedir. Nədir, bu xəstəliklərlə mübarizə getməlidir. Bir mənalı, qulluq olunmalıdır. Amma o əcaib ağacları yaxşı olar gətirirsə, belə yoxdur. Bütün parklara onlara əkmək olmaz. Bilirsiniz? Bəzi yerlərdə... Bakı bulvarında daha çox müşahidə edirdik onu. Bulvar indi bəlkə də bir Bakı bulvarını mən razıyam, deyirəm, orada lazımdır. Ora elədir ki, Azərbaycanın gözüdür, Bakının gözüdür. Amma daha bunu Nərimanov rayonunda, nə bilim, o bir rayonda, bu rayonda əkirlər. Bilirsiniz, yəni baxmaq lazımdır. Bir ağacın ki, qiyməti 10-15 min dollardır azı. Orada elə ağaclar var, 50 min dollaradır.
Mən sizə deyirəm ondan bir balaca başım çıxır. Nə də olmasa qiymətdən başım çıxır.